Herkese salam, kanalıma xoş gəlmisiniz. Əziz uşaqlar və hörmətli valideynlər, bugündən etibarən sizinlə birlikdə Orxan Bəyovun 1-ci sinif məntiq kitabındakı bütün mövzuları addım-addım öyrənəcəyik. Məqsədim odur ki, hər bir uşaq evdə oturaraq tam təmənnasız şəkildə bu dərsləri mənimsəsin və məntiqi sevsin. İlk dərsimiz şifrələr mövzusu olacaqdır. İlk 12 testi birlikdə həll edəcəyik. Kitabımız budur, tanış olun. 1-ci sinif məntiq. İlk dərsimiz şifrələr mövzusu olacaqdır. Və ilk 12 testi birlikdə həll edəcəyik. İlk dərsimiz şifrələr mövzusudur. Qarşınızda hal-hazırda testlər görürsünüz. Sadə dillə mən sizə bunu başa salacağım və birlikdə bu testlər üzərində işləyərək öyrənəcəyik. Birinci tapşırıqda hecalar verilmişdir. Ək, kə, ən. Və onların qarşısında da bizə simvollar təqdim etmişdilər. Deməli, şəkildə marojnalar var. Marojnalarımız deməli, 3-ü çubuqludur, ikisi karnetdadır, digəri isə çiyələkli, çubuqlu yenə marojnadır. Bu şəkildə. Bizdən soruşur, ək nə ola bilər? İlk sıraya baxırıq, baxın. Birinci sırada hansı hərfdən 2 dəfə təkrar olunmuşdur? Diqqət edirik. Bəli, ə hərfi 2 dəfə təkrar olunmuşdur. Qarşı tərəfdəki ilk sütuna baxırıq. Burada da hansı şəkildən 2 dəfə təkrar olunur? Diqqət yetiririk ilk sıraya. Bəli, 2 dənə çubuqlu marojnamız burada eyni. Şəkillər eynidir. Diqqət edin, rənglər, hər şey təkrar olunmuşdur. Deməli, bizim ə hərfimiz bu işarədir. Yəni, bu marojna işarəsidir. Bu işarəni yadımızda saxlayırıq. Bilirik ki, artıq ə hərfini tapmışıq. Yenə ilk sütuna baxırıq. Burada k hərfimiz tək qaldığı üçün. Baxın. Birinci sütunda, yəni birinci hərflər olan sütunda 2 ə və 1 k var. Qarşısında dayanan 2 eyni marojna və 1 fərqli kornetto tipli marojnamız var. Artıq biz bilirik ki, k hərfimiz də bu marojna olacaqdır. Deməli, ə bu marojna. Mən sizə mavi ilə işarəliyim. Ə hansı marojnadır? K hərfimiz isə kornetto tipli marojnadır. Deməli, indi biz tapırıq. Variantlara baxırıq. A variantında kornetto tipli marojna ilk gəlir. Lakin bizdə, görürsünüz, mavi ilə işarələmişəm. Marojnamız, 2 ə hərfi, marojnamız mavi ilə işarələdiyim şəkildə gördüyünüz marojnadır. Deməli, A variantı deyil. B variantında, bəli, birinci həmən marojna gəlir. İkinciyə baxırıq, K hərfi kornetto tipli marojnadır. Lakin burada K hərfi kornetto tipli marojna deyildir. Deməli, bu variantımız da səhvdir. İsə C variantına baxırıq. C variantında, bəli, çubuqlu marojnamızla bərabər kornetto tipli marojnamız qeyd olunmuşdur. Deməli, cavabımız C variantıdır. Keçirik ikinci testimizə. İkinci testimiz də eyni qaydada davam edirik. İlk sütuna baxırıq. D, N, D. İlk sütunumuzda və onun qarşısında dayanan rəqəmlər yazılmış sütunda eyni yuxarıdakı misaldakı kimi diqqət yetiririk. Deməli, birinci sütunda olan hərflərimizin hansı 2 dəfə təkrarlanır? Baxırıq, D hərfi burada 2 dənə qeyd olunub. Digər sütundakı birinci sıraya baxırıq. Bəli, hansı rəqəm 2 dəfə təkrar olunmuşdur? Baxırıq, 2 rəqəmi 2 dəfə təkrar olunmuşdur. Deməli, artıq biz bilirik ki, D hərfimiz 2-dir.
Burada D hərfimizin üzərində 2 yazıb daha sonra davam edirik. N hərfimiz. Deməli, birinci sütunda 2 D hərfimiz var, 1 N hərfimiz var. Demək, qarşı tərəfdəki 2 hərf burada D olduğu üçün, burada da 2 rəqəm olduğu üçün geriyə tək olan 3 qalır. Deməli, biz bilirik ki, N hərfimiz də 3'dür. N hərfimizin də 3 qeyd olaraq cavabımız 23'ə işarə verir. Bəli, cavabımız 23'dür. Variantlardan B variantı düzgün cavabdır. 23. Eyni qayda ilə 3-cü misala diqqət edirik. 3-cü misalda yenə ilk sütunda bizə yenə hecalar verilmişdir. At, al, ta. Deməli, biz baxırıq yuxarıdan aşağı ilk sütunda hansı hərfdən 2 dəfə təkrar olunmuşdur? A hərfi 2 dəfə təkrar olunmuşdur. Qarşı tərəfdəki sütuna baxırıq. Burada artıq bizə yenə rəqəmlər yox, yenə şəkillər təqdim olunmuşdur. Deməli, birinci sütunda 2 dəfə təkrar olunan başı taclı, baxın başında tac şəkli var, ulduzdur. Bəli, biz artıq bilirik ki, A hərfimiz ulduzdur. Baxın, ulduz 2 dəfə təkrar olunub. Mən mavi ilə işarələyirəm ki, biləsiz, daha aydın olsun. İndi qırmızı qələmimizi seçirik. Artıq biz bilirik ki, burada T hərfimiz tək qalıb. Deməli, burada da tək olan A'dır. Deməli, artıq bilirik ki, A da T hərfidir. İndi burada qeyd edirik. Deməli, 2 A hərfimiz təkrarlandığı üçün biz gördük ki, ilk sütunda da təkrarlanan ulduzdur. Deməli, A hərfimiz ulduz. Mən burada şəkil çəkməyə çalışacağım. Artıq biz bilirik ki, ulduzumuz A hərfidir. T hərfimiz də A'dır. Mavi ilə çəkdim ki, yəni rahat biləsiz. A işarəsi də burada A işarəsi. Qırmızı ilə qeyd elədim. İndi biz cavablara baxırıq. Deməli, bizə ata sözünün kodlaşmasını vermişdi və biz bunu tapırıq. Tapdıq ki, A hərfimiz ulduzdur. Deməli, A, ta. Ata sözündəki A və sonuncu A ulduzlardır. Ortadakı T hərfi isə ayımızdır. Deməli, biz variantlardan nəyi tapırıq? A variantına diqqət edirik. Bəli, ulduz, ay və ulduzdur. Cavabımız elə A variantıdır. Çünki B variantı ola bilməz. Burada bulud verilib, ulduz verilib, bulud verilib. C variantında ay, bulud və ulduz verilmişdir. Bizim doğru cavabımız A variantıdır. Çünki bizə 2 ulduz və ortasında ay. Ata sözünün kodlaşması budur. Keçirik 4-cü misalımıza. Eyni qayda ilə davam edirik. Bizdən yenə hecalar soruşur. Qarşısındakı rəqəmlər kodlaşıb. T, K və ək. Yenə ilk sütuna baxırıq. T, K, Ə. Aha, bura biraz fərqlidir. Deməli, burada heç bir hərif təkrar olunmur. Bu zaman özümüzü itirmirik. Keçirik ikinci sütuna. İkinci sütuna baxırıq. İkinci sütunda hansı hərflər 2 dəfə təkrar olunmuşdur? Bəli, Ə hərfi 2 dəfə təkrar olunmuşdur. Deməli, ikinci sütunda Ə hərfi 2 dəfə təkrar olunmuşdur. Biz qarşıda duran rəqəmlərin artıq birinci sütununa yox, ikinci sütununa baxırıq ki, hansı rəqəm 2 dəfə təkrar olunmuşdur. Baxırıq, 5 rəqəmi burada 2 dəfə təkrar olunmuşdur. Deməli, artıq biz bilirik ki, bizim Ə hərfimiz 5 rəqəmidir. Ənin üzərində 5 qeyd edirik. İndi bizə lazımdır ki, T hərfini tapaq. Diqqət edirik. Burada görürsünüz Ə hərfi var. Biz artıq Ənin 5 olduğunu bilirik. Qarşısında 5 yazırıq ki, bizi çaşdırmasın, yəni bizə kömək olsun. İkinci sütunda 2 Ə hərfi təkrar olunduğu üçün, bir K hərfi tək qaldığı üçün, deməli bizim ikinci sütunumuzda da 5 rəqəmi 2 dəfə təkrar olunub, tək qalan isə 4 rəqəmidir. Demək, bizim K hərfimiz 4 rəqəmidir. Artıq biz K-nın 4 olduğunu bilirik və burada K-nın qarşısında 4 qeyd edirik. Artıq biz birinci sıranın rəqəmlərini bir-bir tapırıq.
Deməli bizim K-miz 4-dür. Ə-miz 5-dir. Görürsüz? Artıq birinci sütunda fərqli rəqəmlər və fərqli hərflər olsa da biz artıq T hərfini tapmağa çox yaxınıq. Deməli 4-ü tapmışıq, 5-i tapmışıq. Yerdə nəyimiz qalıb? 3. Deməli bizim T hərfimiz də, baxın onu da yaşıl qələmlə sizə işarələyirəm, 3-dür. T hərfimiz də 3-dür. Deməli T kodlaşmasında T hərfimiz 3-dür. Cavablar, diqqət yetiririk cavablara. Bəli, A cavabı doğru cavabdır. 35. Və bu şəkildə davam edirik. Bu misalda tac sözünə baxırıq. Görürük ki, deməli hər hərf görürsüz bir dəfə yazılıb. Tac bir hecalı sözümüzdür və hər hərf bir dəfə qeyd olunub. Yəni heç bir hərf iki dəfə qeyd olunmayıb. Məsələn, banan sözündə görürsüz 2 dənə A hərfi var. Banan 2 hecalı sözdür və hər hecada da A hərfi qeyd olunub 2 dəfə. Artıq bu bir hecalı sözdür. Hətta heç bir hərf təkrarlanmamışdır. Amma bizim cavablarımıza diqqət edirik. Baxırıq ki, A cavabımız da bizə verilib. A variantında qeyd olunub. Deməli, 2 eyni rəngdə ulduz təkrarlanıb, bir ulduz təkdir. Biz baxırıq ki, tac sözündə hansı hərf 2 dəfə təkrarlanıb? Nə T, nə A, nə C 2 dəfə təkrarlanmamışdır. Düzdür? Deməli, bu cavabımız səhvdir. Biz B variantına baxırıq. Bəli, B variantında hər hərf görürsüz ulduzlarla qeyd olunub və heç bir ulduzun rəngi təkrarlanmamışdır. Qırmızı rəng, yaşıl rəng və narıncı rəngdə qeyd olunan ulduzlarımız həm rəngləri fərqlidir. Ulduzların heç birinin rəngi təkrarlanmır. Deməli, bunların hərəsi eyni tac sözündəki kimi hərflərdir. Deməli, B variantımız doğrudur. Burada isə bizə şəkillər verilmişdir və biz onlara uyğun sözləri tapmalıyıq. Deməli, ilk şəklimizdə ay qeyd olunub. Baxın, ay qeyd olunub. İkinci şəklimizdə gün qeyd olunub, günəş qeyd olunub. Deməli, bizdən soruşur A, günəş. Burada tək günəş yoxdur, axı, düzdür, ay da var. Deməli, A variantımız deyil. B variantımıza baxırıq. Ay və gün. Deməli, ay, gün. B variantımız doğrudur. İndi isə digər səhifəyə keçid edirik. Şifrələr mövzusuna davam edirik. 7-ci misala baxırıq. Ortada şəkil verib, banan şəklidir bu. 2 kvadrat verib ətrafında. 2 ulduz verib və sual işarəsi qoyub. Bizə variantlar verib A, B və C. İndi biz bura ulduz qoymalıyıq, kvadrat və ya üçbucaq. İlk öncə nə edirik? Banan sözünü qeyd edirik, yazaq. Banan. Mən özüm böyük hərflərlə və çap şəklində yazıram ki, siz daha rahat məni anlayasınız. Sözümüz ortadakı şəklimiz banandır. Bananı yazırıq. Burada diqqət edirik. Mavi rəngdə kvadratımız var. Baxırıq, hansı hərflər 2 dəfə təkrar olunur? Demək, A hərfi 2 dəfə təkrar olunmuşdur. N hərfi 2 dəfə təkrar olunmuşdur. Burada da 2 kvadrat var və 2 ulduzumuz var. Deməli, burada tək qalan, baxın, yaşılla işarələyirəm, sual işarəsi qoymuşdur. Deməli, bizim burada təkrarlanmayan hərfimiz B-dir. Biz bura 2 kvadrat, indi B cavabımıza. Variant B-də ulduz qeyd olunub. Ulduz ola bilməz. Əgər biz bura sual işarəsinin yerinə ulduz qoysaq, deməli, banan sözündə 3 hərf təkrarlanmış olacaq. Amma banan sözündə təkrarlanmış 3 hərf yoxdur. Çünki A 2 dəfə təkrarlanır, 2 dəfə istifadə olunub, N hərfi 2 dəfə istifadə olunub. Deməli, ulduz işarəsi qoya bilmərik. Həmçinin kvadrat işarəsi də qoya bilmərik. Çünki
yenə də 2 dəfə təkrarlanıb, 3 dəfə kvadrat təkrarlansa 3 hərf təkrarlanmış olar. 3 bucaq qoyuruq. Doğru cavabımız 3 bucaqdır. Ona görə ki, banan da bir hərfdir, bir dəfə istifadə olunur. 3 bucaq da bir dəfə. Keçirik 8-ci tapşırığa. 8-ci tapşırıq yenə hərflərimizin kodlaşmasıdır. Deməli, birinci sütuna baxırıq. Əgər birinci sütunda çətinlik olanda, təbii ki, digər öncəki misallarda da başa saldığım kimi ikinci sütuna baxırıq. Deməli, burada birinci sütunda diqqət edirik ki, 2 hərf təkrarlanmışdır. Deməli, K hərfimiz 2 dəfə təkrarlanıb. Baxırıq qarşısında dayanan X sütuna. Burada da 4 rəqəmlərimiz 2 dəfə təkrarlandığı üçün, deməli, artıq biz bilirik ki, bizim K və ya Q hərfimiz 4-dür. Bizə lazımdır M hərfini tapmaq. 2 4-ümüz, yəni 2 K hərfi təkrarlanıb. Burada tək qalan bizim hərfimiz M hərfidir. Deməli, burada da tək qalan bizim rəqəmimiz 3 rəqəmidir. Deməli, M hərfimiz də 3-dür. Cavablarda baxırıq. A 41-dir, B 13-dür. C variantımız 34-dür. Düzgün cavab 34-dür. Keçirik 9-cu testimizə. Burada da eyni qaydada na, ta və an hecaları verilmişdir və qarşısında şəkillər qeyd olunmuşdur. Biz baxırıq. Burada deməli X sütununda heç bir hərf təkrar deyil, N, T, A fərqlidir. Həmçinin digər sütunda da şəkillərimiz təkrar olunmur. Hamısı fərqlidir. Keçirik ikinci sütuna, baxırıq. Burada A hərfi 2 dəfə təkrar olunduğu üçün, deməli biz artıq bilirik ki, ikinci sütunumuzda hansısa şəkil 2 dəfə təkrar olunmalıdır. Bu maşın şəklidir. Deməli, artıq biz bilirik ki, bizim A-mız maşındır. Mən burada maşın şəkli çəkə bilmədiyim üçün, burada mavi ilə dairəyə aldığım üçün artıq bilirsiniz ki, A hərfimiz maşındır. Deməli, baxırıq. Burada tək qalan hərfimiz N hərfidir. Bəli, N hərfidir. N-nı da işarələyirik. Burada tək qalan şəklimizi də işarələyirik. Artıq biz bilirik ki, bizim N hərfimiz bu işarədir. Deməli, N hərfimiz bu işarə olduğu üçün, bu şəkil olduğu üçün, eyni bu şəkildən biri də burada qeyd olunmuşdur. Artıq biz bilirik ki, N hərfimiz bu şəkildir və buradakı N hərfimiz də tapdıq ki, bu şəkildir. İndi biz də bilirik ki, A hərfimiz hansı şəkildir? Maşın şəklidir, düzdür? Artıq birinci sütunda da fərqli olsa da artıq biz bilirik ki, maşınımız A hərfidir. Deməli, yerdə qalır bizim vertolyotumuz. Onu da yaşından işarələyək. Və burada da yerdə qalan hərfimiz T-dır. Deməli, artıq bilirik ki, A-mız maşındır. Vertolyot da yaşınla işarələyirəm, T hərfidir. Deməli, biz cavablarda maşın və vertolyotu tapmalıyıq. Maşın və vertolyot. A variantı düzgün cavabdır. B variantı. 10-cu testimizə. Burada əbəs sözü verilmişdir və onları meyvələrlə kodlaşdırmışdılar. Deməli, Ə-ni apelsin şəkli ilə, B-ni çiyələk şəkli ilə, yenə Ə-ni 2 dəfə təkrarlandığı üçün mən altından xətt çəkim. Siz biləsiniz, Ə hərfini 2 dəfə təkrarlandığı üçün burada da apelsin görürsünüz 2 dəfə təkrarlanıb və S hərfimiz isə gilasdır. İndi bizdən soruşur, əs sözümüzün hansı kodlaşmaya uyğundur? Əs sözümüz. Biz artıq Ə-nin apelsin olduğunu bilirik. Əmiz apelsindir. Burada mən siz üçün apelsin çəkməyə çalışıram. S hərfimiz isə bizim, mən qeyd edeyim, S hərfimiz isə gilasdır. Deməli,
Biz cavablara baxırıq. Cavablarda bizə lazımdır apelsin və gilas. A variantımızda çiyələk və apelsindir. B variantımızda çiyələk və gilasdır. C variantımız doğru cavabdır. Çünki apelsin və gilas bizim əl sözümüzün kodlaşmasıdır. Keçirik digər varianta. 11-ci testdə burada da A hərfi burada 2 dəfə təkrarlanmışdır. Qarşısında dayanan sütunda da 2 rəqəmləri 2 dəfə təkrarlanmışdır. Yerdə tək qalan hərfimiz C olduğu üçün digər sütunda da, qarşı sütunda, ilk sütunda da tək qalan rəqəmimiz 5-dir. Deməli, A-mız 2-dir. Yazırıq burada 2. C-miz isə 5-dir. 5. Deməli, 5. Burada da qeyd olunur. C çıxılsın A. Bərabərdir sual. Yəni, 5 çıxılsın 2 bərabərdir 3. Cavabımız A variantı 3-dür. 12-ci misala diqqət eləyək. Burada bizə ortada şəkil qoymuşdur. Təbii ki, ərik şəklidir və gördüyünüz kimi Ə, K, R, İ variantlar vermişdilər. Əkin, ərik, kirə. Şəklimiz ərikdir. Verilmiş hərflərdir. Biz ondan sözləri düzəldirik. Ərik. Yəni, birinci Ə, ikinci R, üçüncü İ və dördüncü K-dir. Şəkildən də görünür ərikdir. Cavabımız B-dir. Düzgün cavab ərik. Əziz uşaqlar, bugünlük bu qədər. İlk 12 testimizi birlikdə həll etdik və şifrələrin sirrini öyrəndik. Ümid edirəm ki, izahım sizin üçün çox faydalı olmuşdur. Əgər videomu bəyəndinizsə, bəyən düyməsinə basmağı və kanalımıza abunə olmağı unutmayın. Şərhlər bölməsində hansı suallardan çətinliyiniz olsa, onu qeyd etməyi unutmayın. Növbəti dərslərdə görüşənədək hələlik.